Salam əziz dostlar, əziz followerlər və əziz fikirdaşlar. Bu günlərimi özüm gəldim turbin qabağına. İstədim bir dənə belə postumuz olsun. İstil qabların necə təmizlənməsinə bu postu düzəltmişəm ki, nə işərək istil qablarımız əvvəlki üçün kimi parıldaq olsun. Bu işlətmədiyim bir istil qablamadır və bu qablama işlətdiyim bir qablamadır. İşlədib və yummuşam. Amma belə izlər var içində və yağın rəddi, qəzanın rəddi qablamanın içində qalır. Nə işərək ki, bu izlər təmizlənsin və belə parıldaq olsun. Gəlin birlikdə görək. Bu çox sadə tərkibi düzəltməyə 1 fincan və ya yarım livan sirkə, 1 fincan və ya yarım livan duz və isti su tökürük qablamaya və 5 dəqiqə qoyuruq. Ocaq üstə qaynasın. Bu tərkibə taxta qaşıqlarda salın, onlar da təmizlənsin. Əziz dostlarım, sirkə, duz və su qoyduq. 5 dəqiqə qiynədi və ya 1-2 dəqiqə çox. İndi o birisi istillərim ki, bu təmizliğə ehtiyacı var. Onları qoyuram. O suyu tökəcəyəm bu tavanın içinə və bunda da qiynədəm, sonra boşaldam getsin. Sirkə, duz və su. Bu tavanın aldığı qədərini töküm içinə ki, təqribən doldu. İndi isə qabımızı rika və iskacla çox rahat yuyuruq və qurulayırıq. Ləkələriniz ağır olsa, yenə biraz sirkə və biraz duz töküb qablamaya iskacla da yavaş-yavaş sürtün. O da olmadı, biraz turşlumu sürtün. Bəli, əziz dostlar, mən belə rahat yollarla eləyə bilirəm. İstil qablarımı parıldadan və o rədlər ki, qəzadan və yağdan qalırlar. Sadə bir duz və sirkə tərkibi ilə 5 dəqiqə qaynamaqla aradan gedir. Sağ olun ki, məndən yol bir oldunuz. Hamınızdan təşəkkür edirəm. Hələlik.